Salam dostlar, bu Kəmalə Günəşlinin mahnısının Azərbaycan xalqı olaraq pis başa düşmüsünüz. Çünki Azərbaycanda bəzi sözlər var ki, diqqət eləsək, diqqəti ilə qulaq assaq, diqqəti ilə eşitsək, türkün məsələ söhbəti deyilməlidir. Yəni bir mahnı çıxardıb, deyir ki, atışmamış bir belə bir söz var. Baxın, bu nəyə gəlir? Deyir, atışıb nəsə alaq, atışaq sifariş eləyək yeməyə və yaxud da ki, atışmamış nə üçün zakaz eləmsiz yeməyi? Atışaq, ondan sonra yeməyə gətirək. Bu mahnıda da onun kimi bir şeydir. Deyir, atışmamış, siz prosto onu pis fikirləşmişsiniz, hara gətirib çıxardmışsınız. Cəmaət o boyda klipə pul verib, çıxartdırıb, sadəcə pis başa düşmüşsünüz. Başa düşdüyü mahnı elə bir şey deyil. O mahnı da ayıb bir şey yoxdur, sadəcə türkün məsəli. Azərbaycanda elə sözlər var ki, ağızdan çıxanda söz pis başa düşülür. Başa düşdüyün, söz ağızdan çıxanda pis başa düşülür. Başa düşdüyün deyir, atışmamış, əlimə yapış mənim ceyranım. Orada bir məsəl var da, başa düşürsünüz. Yəni deyir, atışmamış qəlbimə yapış. Yəni fikirləşməmiş, götür qoy eləməmiş, əlimdən niyə tutub mənə deyir qəlbini bağlayırsan. Başa düşdün? Bu biraz tapbaca kimi mahnıdır. Sadəcə biraz çox səhv başa düşülür. Bu mahnının yazanın özündən soruşsaz, nəyi izah eləmək istədiyin deyəcək. Prosto Azərbaycan məsələn o şeyi vermə. Nəyi verim? O şey nədir? Cəmaət eşidir, ayıbdır. Başa düşdünüz nə demək istəyirəm? Yəni bu Azərbaycanda sözü deyəndə biz Azərbaycanlılar elə danışırıq, öz aləmimizdə danışırıq. Biz insanlar da öz aləmində başa elə düşüb. Şəxsən mən o mahnıya 50 dəfə qulaq asmışam, heç elə bir şey başa düşmüşəm. Çünki mahnını belə deyim də, fikrin ən pis tərəfi ilə fikirləşməmişəm. Atışmamış, əlimə yapış, ay mənim ceyranım, atışmamış, əlimə yapış, ay mənim ceyranım. Burada ayıb bir şey yoxdur. Sadəcə insanlar pis tərəfindən başa düşüb. Başa düşdün? Yəni atışmamış, əlimə yapış, ay mənim ceyranım. Yəni ki, hər bir şeyi fikirləşməmiş, götür qoy eləməmiş, hər bir fikrə əl atmamış, hər bir fikirdən fikirləşməmiş, yəni atışıb. Bir məsəl var, deyir, atışaq önünə salıb yeyib içəyində. Bu onun başqa versiyası. Bax, atışağın və atışmamış. Siz onun M hərfin başqa yerə yönəldmişsiniz. Bir də belə də bir mahnı var idi. Belə bir mahnı çıxmışdı. Ozdurumun pələngi belə bir mahnı çıxmışdı. Mən o mahnı ilə heç vaxt video çəkmirdim. Çünki o mahnı birinci başlayanda pis başa düşülürdü. Başa düşdür? Ozdurumun pələngi belə o Talışların mahnısıdır mı bilmirəm. Kimin mahnısı idi o, mən yazarsınız, yadımdan çıxıb o mahnını. Hansı dildə oxuyurlar? İran dilində mi, yoxsa Talışların dilində mi oxuyurlar? Bilmirəm də, yəni yadımda deyildi. Amma o dildə oxuyurlardı. O mahnı da elə pis başa düşülürdü. Yəni bir dənə mahnı çıxıb, siz o mahnının pis tərəfindən başa düşürsünüz. Azərbaycanda yəni qrammatik deyə bir şey var. Etika bir şey var. O mahnını gərək etika tərəfindən oxuna. Belə tərəf oxunanda cəmaət pis başa düşür. Başa düşdü, elə mahnılar var ki, onu biraz etika ilə düşünüb yazmaq lazımdır. Burada açıq öz aləmimiz kimi hamımızın pis tərəfinə fikirləşdiyi kimi oxunub bu mahnı. Başa düşdün? Yəni fikirləşməmiş, gəl əlimdən tut məni gözəl ceyranım. Fikir götür qoy eyləməmiş, gəl əlimdən tut ceyranım kimi oxunsa maraqlı çıxmayacaqmış. Amma Kəmalə Günəşli bunu belə oxuyub. Atışmamış əlimdən yapış mənim ceyranım. Görürsünüz nə? Mahnı dilə yatır da, oxunur da, qəşəng səslənir. Amma cəmaət haqqında, cəmaət da bu haqda çox pis fikirləşir. Başa düşdünüz? Yəni o elə demək istəməyib. Sadəcə mahnı səhv başa düşülür. O mahnıda biraz etika işlənməyib də. Bilirsiniz necədir? Öz istədiyimiz kimi, həmişə danışdığımız ki, hamının danışdığı kimi, el arasında nətər gəldi danışdırılmış kimi oxunub o mahnı. Yəni hamı da pis tərəfindən fikirləşib. Yəni başa düşün ki, mahnılarda gərək kiməsə, nətərsən, hara, necəsiz, hara. Başa düşdünüz? Əldə suyu verə bilərsiniz. Orada suyu verə
verərsiz zəhmət olmasa. Yəni bu mahnıda da bu işlənməlidir, amma elə olmayıb da. Nətər gəldi, oxunub. Ona görə də Azərbaycan xalqı bu mahnıya ümumiyyətcə pis baxır. Belə, çox sağ olun. Bu mahnıda pis nəsə demək istəməyib. Sadəcə elə siz elə pis tərəfindən fikirləşmisiniz. Yəni belə deyim də, orada demək istəyib ki, götür qoy eyləməmiş, fikirləşməmiş, tut əlimdən mənim ceyranım. O deməkdir o. Yəni atışmamış, tut əlimdən yapış ceyranım. Ona demək istəyib. Nə bilim, baxın, oturun fikirləşin də, irad bildirəndə oturun fikirləşin nə deməkdir bu. Sadəcə mahnını yazan, bax, mahnını yazan buna demək istəyib. Oturub atır, bax, götür qoy eyləməmiş, fikirləşməmiş, əlimdən yapış ceyranım. Dersin maraqlıdır. Atışmamış, yapış əlimdən, ay mənim ceyranım. Sadəcə mahnı səsləməlidir. Elə qəşəng mahnı şəndir, qəşəngdir. Sözləri Azərbaycan xalqına pis təsir edir də. Yəni ki, bilirsiniz, etika, orada bir çıxılıca etika var. Etika biraz pis düşünülür. Adamlar var, diqqət eləyir. Ağzından çıxan sözə diqqət eləyir deyə bu mahnı pis başa düşülüb. Yəni mümkündür, əlində olan bir şey deyil, pis düşünülür. Atışmamış, hara gedirik, pulumuz var məsəl üçün, atışağım, 5-3 manat qoyağın üstüsə gedən yemək yeyək gün. O atışıb söhbətin, orada bir dənə qrammatik var, atışmamış. Atışmış. Başa düşdünüz nə demək istəyirəm? Yəni, burada etika işlənməyib. El arasında əzimiz kimi, kefimiz istəyəmiş kimi, nətər istəyər danışığımız başqa, mahnıda camaat qulaq asır. Onu düzəltmək olmur. Ona görə bütün mahnı yazanlar, mahnını yazanda diqqət eləyin yazın. Bütün Azərbaycan xalqına təsir edir, bir hörmətsizlik kimi çıxır. Başa düşdünüz? Yəni Kəmal Günəşin neynəsin yazıq, oxuyub da onu.